Salam əziz şagirdlər. Mən Hilal kursları riyaziyyat müəlliməsi Cabbarova Aygün. Sizə Hilal kurslarının təqdim etdiyi birinci ümumi sınaq imtahanının riyaziyyat fənni üzrə olan 25 sualının izahını verəcəm. Başlayaq 51-ci sualdan. 51-ci sual təklif. Kəmiyyətlərə aiddir, vahidlər. Birinci. Deməli, şərtdə deyilir ki, 1 kilometr 1 desimetrdən 1000 dəfə böyükdür. 1 kilometr 10.000 desimetrdir. Deməli, 10.000 dəfə böyükdür. Onda 1 səhvdir. İkincisi, 1 ar 1 hektardan 10 dəfə böyükdür. 1 hektar 100 ardır. Hektar ardan böyükdür, həm də 100 dəfə böyükdür. Deməli, 2 də səhvdir. Üçüncü, 1 kub desimetr bərabərdir 1 litrə. Bəli, üçüncü doğrudur. Dördüncü, 1 kub kilometr 1000 kub metr yazılıb, ancaq 1 kub kilometr yox, 1 kilometr 1000 metrə bərabər. Kub kilometr dedikdə isə 1000-in kubunu tapırıq. 1000 vur 1000 vur 1000 olur 1 milyard kub metr. Deməli 4 səhvdir. Beşincisi, 1 ar tərəfi 10 metr olan kvadratın sahəsidir. Tərəfi 10 metr olan kvadratın sahəsi 10 metr vur 10 metr bərabərdir 100 kvadrat metrdir. 100 kvadrat metrdə 1 ara bərabərdir. Deməli 5 doğrudur. Bizdən soruşur neçəsi doğrudur? İkisi doğrudur. Doğru cavab B variantı. 52-ci sual. Deməli, sahə vahidləri verilib, biz onları ara çevirib cəmləməliyik. 1 ar 100 kvadrat metrdir. Kvadrat metri ara çevirəndə 100-ə bölməliyik. 300-ü 100-ə bölürük, olur 3 ar. Gəl, 1 hektar 100 ardır. Hektarı ara çevirəndə 100-ə vurmalıyıq. Vururuq 100-ə, olur 4100 ar. 1 ar 1 milyon kvadrat santimetrdir. Deməli, kvadrat santimetrə ara çevirəndə bölməliyik 1 milyona. Bölürük 1 milyona, vergül 6 rəqəm sola gedəcək, olacaq 0,2 ar. Cəmləsək alınır 4103,2 ar. Doğru cavab Y variantı. 53-cü sual. A-nın neçə natural qiymətində verilən kəsir düzgün kəsirdir. Düzgün kəsirin qaydası sürət kiçik olmalıdır məxrəcdən. 3A-nı tapmaq üçün 7 və 4-ü toplayırıq. 3A 3-ü neçəyə vursaq 11-dən kiçiyə? 1-ə, 2-yə, 3-ə. Ancaq A-nın bu qiymətlərini kəsirin sürətində yerinə qoyaq. A-nın yerinə 1 yazsaq, 3 vur 1, 7. Mənfədir. Adi kəsirin sürət və məxrəci natural ədəd olmalıdır. Deməli, 1 qoya bilmərik. Eynən 2 qoysaq, 3 vur 2, çıx 7. Mənfədir. Adi kəsirin sürət və məxrəci natural ədəd olmalıdır. 2 də olmaz. Ancaq 3 qoyanda sürət natural ədəd olur. Deməli, 3-ü götürürük. A 3 ola bilər. Bizdən soruşmur A neçə olar. Bizə deyir ki, A-nın neçə qiymətində? A-nın 1 qiymətində. Doğru cavab A variantı. 54-cü sual təkliflərdir. Birinci təklif. İstənilən natural ədədin sağına 0 yazsaq, ədəd 10 dəfə artır. Məsələn, natural ədəd 5. Sağına 0 yazsaq, olur 50. 10 dəfə artdı mı? Bəli, artdı. Onda 1 doğrudur. İkinci. Bu rəqəmlərinin yazılışında eyni simvol bir-birinin ardınca 3 dəfədən artıq yazıla bilməz. Bu doğrudur, qaydadır. Yəni, bu şəkildə yazılış yoxdur. 2 səhvdir. Daha doğrusu 2 doğrudur. Yazıla bilməz deyir, doğrudur. Üçüncü, natural ədədi 2 dəfə artırsaq, bu 6 dəfə artar. Natural ədədi 2 dəfə artırsaq, onda A-nın kubu 2-nin kubu 8 dəfə artacaq. 6 yox, 8 dəfə. 2-dirsə 2-nin kubu dəfə artacaq. 3 səhvdir. Dördüncüdə deyir ki, qismət bölünənə bərabərdirsə, bölən 1-dir. Deməli, digərlərini silək. Qismət bölünənə bərabər olanda bölən 1 olur. A 1-ə A-nı 1-ə böləndə doğrudan da A olur. Qismət bölünənə bərabər olur. Ancaq burada bir məsələ var. Bizə vurğulanmır ki, bölünən 0-dan fərqlidir. Axı 0-ı 0-dan fərqli istənilən bir ədədə böləndə elə yenə də qismət bölünənə bərabər olur axı. Yəni 0-ı 1-ə də böləndə 0 alınır, 0-ı 5-ə də böləndə 0 alınır, 0-ı 100-ə də böləndə 0 alınır. Yəni bu zaman bölən həmişə 1 olmur axı.
Burada bölünən 0 ola bilər. Onda bu qayda pozulacaq. Deməli, ümumiyyətlə götürsək, 4-cü təklif səhvdir. 1 doğrudur, 2 də doğrudur, 3 səhvdir, 4 səhvdir. İndi 5-ə baxaq. Ən kiçik sadə tək ədəd, yəni 3. Ən kiçik sadə cüt ədəddən, yəni 2-dən. Kiçikdir yazıb, xeyr, səhvdir. Deməli, neçəsi doğrudur, ikisi doğrudur. 55-ci sual. Şərtdə deyilir ki, 25 ədədinin ən böyük böləni ilə ən kiçik bölünənin hasili 25-in ən böyük böləni elə o ədədin özüdür, 25. Ən kiçik bölünən də elə ədədin özüdür, 25. Hasilini tapın, 625. Doğru cavab C. 56-cı sual. Bizə hərflərlə çıxma əməli verilib və onun cavabı verilib. Əgər cavab verilibsə, bu ifadədə azalan çıxılanı yazıb çıxsaq daha məqsəd çıxaq. 5-dən neçə çıxsaq 9 alınır. Heç nə. Bəs 15-dən neçə çıxsaq alınır? 15-dən 6 çıxsaq. B 6-dır. Onda bu B də 6-dır. Birini götürmüşük, qalıb 5. 5-dən neçə çıxsaq 3 alınır. 2 çıxsaq. Onda A 2-dir. A 2 oldu, B 6 oldu. Bizdən cəmini soruşur, cəmi 8. Doğru cavab A variantı. 57-ci sual. 4 eyni kubu yan-yana qoysaq. 4 eyni kubu yan-yana qoyaq. Dörd eyni kub. Alınan düzbucaqlı paralelipipedin ortalığının sahəsi 16 kvadrat santimetr. Burada 1 tilə A desək, 1 kvadratın sahəsi olacaq A kvadrat. Paralelipipedin oturacağı 4 dənə kvadratdan düzəldilsə, onda paralelipipedin oturacağının sahəsi olacaq 4A kvadrat. 4A kvadrat şərtdə deyilir ki, 16-dır. Onda A kvadrat bərabərdir. 16-nı 4-ə bölürük. A kvadrat 4-dür. A kvadrat 4-dürsə A 2-dir. Yəni bir üzünün sahəsi 1 til 2-dir. Tili 2-dirsə, onda bir kubun həcmi, bir kiçik kubun həcmi 2-nin kubu 8-dir. Bizdən kubun yox, paralelipipedin həcmini istəyir. Paralelipiped 4 kubdan düzəlib. Bir kubun həcmi 8-dirsə, 4 kubun həcmi də 4 vur 8, 32 olacaq. Doğru cavab D variantı. 58-ci sual. Bizə adi kəsirlərə aid bərabərsizlik verilir. İlk öncə baxırıq. Bərabərsizliyin məxrəcində dəyişən var, lakin sürətdə dəyişən yoxdur. Bir də birinci və sonuncu kəsirlərin tam hissəsi var, ancaq ortadakı kəsirin tam hissəsi yoxdur. Əvvəlcə bu tam hissələri yox edək, yəni düzgün olmayan kəsir. 17-də 17-ni 1-ə vururuq, üzərinə 3 gəlirik. 20 kiçikdir. İkincini köçürdürük, oldu 20. 7-ni 2-yə vururuq, üstünə 6 gəlirik. Kiçikdir, 7-də 20. Kəsirlərin sürətləri bərabərdirsə, məxrəci kiçik olan kəsir böyükdür, böyük olan kəsir kiçikdir. Yəni, sürətləri atırıq, məxrəcləri köçürdürük, ancaq işarə dəyişir. Böyük, böyüyə kiçik uyğun gəlir. X şıx 2 yazılırsa, hər tərəfin üzərinə 2 gəlirik, 9. Üzərinə 2 gəlirik, 19. X 9 ilə 19-un arasında. Bu aralıqda ən kiçik ədəd 10-dur, ən böyük ədəd 10, 8-dir. Ən böyük və ən kiçik natural həllərinin cəmini istəyir. 10 üstə gəl 18 bərabərdir 28. Doğru cavab C variantı. 59-cu sual yenə kəmiyyətlərə aiddir. Birinci, kub desimetri kub metrə çevirəndə 1 kub metr 1000 kub desimetrdir. Deməli, kub desimetri kub metrə çevirəndə 1000-ə bölmək lazımdır. Ancaq burada 100-ə bölünüb. Deməli, birinci səhvdir. İkinci, bayaq dedik ki, 1 kub kilometr 1 milyard kub metrdir. Yəni, 1 milyard kub kilometri kub metrə çevirəndə 1 milyarda vurmaq lazımdır. Ancaq burada 1000-ə vurulub. Deməli, B də səhvdir. Üçüncü, 1 kub santimetr 1000 kub millimetrdir. Kub santimetri kub millimetrə çevirəndə 1000-ə vurmaq lazımdır. Burada isə 10.000-ə vurulub. C də səhvdir. Dördüncü,
1 kub metr bərabərdir 1000 kub desimetrə. Elə burada da həmən bərabərlik yazılır. 1000-ə bölünüb 1 kub metr. D variantı doğrudur. E variantına da baxaq. 1 kub metr 1000 litrdir. Litri kub metrə çevirəndə 1000-ə bölmək lazımdır. Ancaq burada 100-ə vurulub. Deməli, Y səhvdir. Doğru cavab D variantı. 60-cı sual. Kəsirlər verilib, soruşulur ki, neçəsini məxrəci 8 olan kəsirlə əvəz etmək lazımdır. Məxrəci 8 olan kəsirlə əvəz etmək, məxrəci 8-ə bölünən ədəd demək deyil. Əvvəlcə bu kəsirləri tam ixtisar. Birinci kəsir 45-də 25, 5-ə ixtisar olunur, alınır 9-da 5. İkinci 56-da 14, 14-ə ixtisar olunur, alınır 4-də 1. Üçüncü 36-da 18, 18-ə ixtisar olunur, alınır 2-də 1. Üçüncü 12-də 3, 3-ə ixtisar olunur, alınır 4-də 1. Sonuncu 6-da 5 ixtisar olunur. İndi soruşur ki, məxrəci 8 olan kəsirlə əvəz etmək olar. Buzu hansısa ədədə vursaq və ya bölsək 8 alınır. Deməli, birinci kəsir olmaz. İkinci, 4-ü 8-ə tamamlamaq olar. 2-yə vuraq, sürəti deyil. Məxrəc 8-ə tamamlanır. Deməli, ikinci kəsiri götürürük. İkinci kəsir olar. Üçüncü, yine 4-ə vursaq, məxrəc 8-ə tamamlanır. Onda üçüncü kəsiri də götürürük. Dördüncü, 4-ü 2-yə vursaq, məxrəc 8-ə tamamlanır. Onda dördüncünü də götürürük. 6 da aydındır ki, hansısa bir natural ədədə vuranda və ya böləndə 8 olmayacaq. Deməli, sonuncu olmaz. Bizdən soruşur neçəsi? 3-ü. Doğru cavab C variantı. 61-ci sual. Şərtdə deyilir ki, bu ədədin natural bölənlərinin neçəsi? Bizdən tək soruşduğuna görə cüt olan vuruğu atır. Deməli, buradan tək ədəd alınmaz. Qalır 3-ün kvadratı. 3-ün kvadratı 9-dur. 9-un neçə tək böləni var? 1, 3, 9. Deməli, bu ədədin 3 dənə. Bu cavab C. 62-ci sual. Şərtdə deyilir ki, biri digərinin 0,3 hissəsi olan iki parçanın uzunluqları fərqi 1,12 metrdir. Deməli, biri digərinin 10,3 hissəsidir. Birinə x deyək. Digəri 0,3x. Fərqi çıxırıq, bərabərdir 1,12. Alınır 0,7x bərabərdir 1,12. Tapmaq üçün 1,12-ni bölürük 0,7-yə. 11,2-ni bölürük 7-yə. Alınır x bərabərdir 1,6. Onda böyük parça 1,6-dır, böyük hissə. Digərini tapmaq üçün 1,6-nı 0,3-ə vururuq. Alınır 0,40. Şərtdə metrlə deyir, sualda metrlə soruşulur. Bizim tapdığımız cavab budur. Verməyə ehtiyac yoxdur. Doğru cavab 0,40 və 1,6. C variantı. 63-cü sual. Deməli, 28 bölünsün. Bölmə əməlində qarşıq ədədləri düzgün olmayan kəsrə bölünsün 4-də. 4-ü 1-ə vurub üzərinə 3 gəlir. 4-də 7 bölünsün. 7-də 7-ni 2-yə vurub üzərinə 2 gəlir. 16. 28-in məxrəcinə 1 yazaq. Olur 1-də 28. Bölünən olduğu kimi qalır. Bölənləri tərsinə çevirib vururuq. Vur 7, 4. Vur 16-da 7. 7-lər ixtisar gedir. 16 və 4 ixtisar gedir 4-ə. Sürətdə 1, məxrəcdə 4. Alınır 4-də 28. 28-i 4-ə bölsək doğru cavab 7. D variantı. 64-cü sual təkliflər. Onluq kəsirləri vurmaq üçün onluq şairlərinin sayını bərabərləşdirmək lazımdır. Xeyr, bu bölmə əməlindədir. Vurma əməlində onluq şairlərinin sayını bərabərləşdirmirik. Yəni, bir vuruğun bir onluq şarəsi var, digər vuruğun tutaq ki, 3 dənə onluq şarəsi var. Vurmaq üçün onluq şairlərinin sayını hər ikisində 3 dənə eləməyə ehtiyac yoxdur. Bir isə, ikinci, ədədi sıfırdan böyük, birdən kiçik ədədə böldükdə qismət bölünəndən böyük olur. Bəli, doğrudur. Məsələn, tutaq ki, 5-i 0,5-ə böləndə alınır 10. Birdən kiçik ədədə böldük.
qismət bölünəndən böyük oldu. Bu doğrudur. Üçüncü, 0,5'ə vurmaq 2'yə bölməkdir. Bəli, bunu bilirik, doğrudur. Üçüncü, 0,1'ə bölmək tərsi 1-də 10'a, yəni 10'a vurmaqdır, doğrudur. Dördüncü, sürətləri bərabər olan kəsirlərdən məxrəci böyük olan kəsir. Məsələn, hər iki kəsirin sürəti 1-dir. Məxrəci böyük olan kəsir daha kiçikdir, məxrəci kiçik olan daha böyük. Doğrudur. Neçəsi doğrudur? 4'ü doğrudur. D variantı. 65-ci sual. Düzbucaqlı paralelipipedin təpə nöqtələrinin sayı, təpə nöqtəsi 8. Tillərinin sayı 12. Hansı hissəsini təşkil edir? Əvvəl adı çəkiləni sürətə yazırıq, sonra məxrəcə. 4'ə ixtisar eləsək 3'də 2. Doğru cavab B variantı. 66-cı sualda deyil. AB 2 rəqəmli ədədir. N kvadratıdır. AB 2 rəqəmli ədədir. Y-in kubudur. Yəni 2 rəqəmli hansı ədəd həm tam kvadratdır, həm də tam kubdur? O ədəd 64-dür. Onda 64 8-in kvadratıdır. 64 4'ün kubudur. Demək ki, x 8'dir, y 4'dür. X 8'dir, y 4'dür. Bizdən də nə soruşur? Bizdən soruşur x-in kubu üstə gəl y. Yəni 8'in kubu üzərinə gəlirik 4. 512 üstə gəl 4 bərabərdir 516. Doğru cavab A. 67-ci sual. 6 nəfərlik bir ailə ayda 36 kubmetr su işlədir. Bunda 6 nəfər 36 kubmetr su işlədirsə, bir nəfər nə qədər su işlədir? Tapmaq üçün 36'nı 6'ya bölürük. Bir nəfər ayda 6 kubmetr su işlədir. Cavabda isə hər bir üzvünün neçə litr su işlətdiyi. Yəni kubmetri litrə çevirməliyik. 1 kubmetr 1000 litrdir. Vururuq 1000'ə. Bərabərdir 6000 litr. Doğru cavab B variantı. 68-ci sual. Deməli, 2A üstə gəl 3B üstə gəl C bərabərdir 20 verilib. Bu ifadənin qiymətini tapmalıyıq. Əvvəlcə cəmin hər bir toplananını 5'ə bölək. 40A'nı 5'ə bölürük, 8A. Gəl, 60B'ni 5'ə bölürük, 12B. Gəl, 20C'ni 5'ə bölürük, 4C. Sonra baxırıq, ortaq vuruq. 8, 12, 4. Ortaq vuruq, 4 çıxarda bilərik. 8A'nı 4'ə bölsək A. Üstə gəl, aşağıdan yazım. 4'ə bölsək A. Gəl, 12B'ni 4'ə bölsək 3B. Üstə gəl, 4C'ni 4'ə bölsək 1C. 2A üstə gəl 3B üstə gəl C ifadəsinin qiyməti şərtdə verilib. 20. Onda 4 vur 20 bərabərdir 80. Doğru cavab 80 C. 69-cu sual. Murad pulunun 1/4-nə kitab, 5/2-sinə dəftər alıb. Baxaq Murad pulunun hansı hissəsini xərcləyib? Əvvəl 1/4 hissə, sonra 5/2 hissəsini xərcləyib. Ortaq məxrəc 20. Məxrəc 5 dəfə artdı, sürəti 5'ə vuruldu. Məxrəc 4 dəfə artdı, sürəti 4'ə vuruldu. Deməli, Murad pulunun 20'də 13 hissəsini xərclədi. 20'də 13'ünü xərclədisə, 20'də neçəsi qalar? 20'də 20 hissədən, bütövdən çıxarıq xərclədiyini. Deməli, qaldı 20'də 7 hissəsi. Həm 20'də 7 hissəsi qalıb, həm də şərtdə deyir ki, 140 manat pul qalıb. Deməli, 20'də 7 hissə 140 manatdır. Hansı ədədin 20'də 7-si 100? 140'ı bölürük kəsrin sürətinə 20, vururuq məxrəcinə 400. Muradın əvvəlcə 400 manat pulu var imiş. Doğru cavab A variantı. 70. 70'də bərabərsizlik verilib. Bərabərsizliyin əvvəldə adi kəsirlə verilib. Sağ tərəfi onluq kəsirlə. Biz ya hər ikisini adi kəsirə çevirməliyik, ya hər ikisini onluq kəsirə. Ancaq burada bizdən yalnız natural ədəd istədiyi üçün heç bunu eləməyə ehtiyac yoxdur. Onda bu şərti ödəyən ən kiçik natural ədəd 5'dir. Ən kiçiyi sorulur. Ən böyük natural ədəd 12,43-dən elə 12'nin özüdür. Cəmini tapın deyir.
5 üstə gəl 12 bərabərdir 17. Doğru cavab E variantı. 71-ci sualda deyir ki, kvadratın sahəsi bərabərdir katetləri 8 və 9 sm olan düzbucaqlı üçbucağın sahəsinə. Onda əvvəlcə düzbucaqlı üçbucağın sahəsini tapaq. Katetləri hasilinin yarısı 8 vur 9 böl 2 36. İndi əgər üçbucağın sahəsi 36 oldusa, deməli kvadratın da sahəsi 36. Çünki deyir ki, sahələr bərabərdir. Kvadratın sahəsi 36-dırsa, A-nın kvadratı 36-dır. Demək ki, tərəfi 6-dır. Dən perimetr soruşur. Perimetr 4A-dır. Tərəf 6-dırsa 4-ü 6-ya vururuq. Perimetr 24. Doğru cavab C variantı. 72-ci sual. Qonşu bucaqlar dedikdə tərəflərindən biri ortaq, digər iki tərəf bir düz xəttin üzərində yerləşən bucaq. Qonşu bucaqlardan birinin 4də 3 ilə digərinin 6da 5-inin cəmi 145-dir. Biz bilirik ki, qonşu bucaqların cəmi 180 dərəcə. Onda biri olsun i, digəri olsun 180 çıxı x. İndi şərtdə deyilir ki, birinin 4də 3-ü, mən birinci x-i yazım. 4də 3-ü, digərinin 180 çıxı x-in 6da 5-inin cəmi, onda mən də toplayıram, cəmi bərabərdir 145. Bu oldu bizim tənliyimiz. İndi həll edirik. 4də 3 x-i olduğu kimi yazıram. Paylama qanunu. 6da 5-i 180-ə vururam. 50 çıx, biz də yazırıq. 6da 5-i x-a vururam. X bərabərdir 145. 50 olduğu kimi qalsın. Məxrəcləri bərabərləşdirək, kəsirləri hesablamalıyıq. 4 və 6-ya ortaq məxrəc 12. 12 eləmək üçün məxrəci 3-ə vururuq, sürəti də. 12 eləmək üçün məxrəci 2-yə vururuq, sürəti də 2-yə vururuq. Alınır. Deməli, 12-də üstə gəl 12-də 9x çıx. 12-də 10x bərabərdir 145. 150 olduğu kimi qalır. Biri üstə gəl, biri çıx olarsa, böyükdən kiçiyi çıxırıq. 12-də 1, böyük ədədin qarşısındakı işarəni yazırıq, çıx 12-də 1x. Bərabərdir 145. 150-dən neçə çıxsa 145 alınar. Tapmaq üçün 150-dən 145-i çıxır. 12-də 1x bərabərdir. 150-dən 145-i çıxırıq. 12-də 1x bərabərdir 5-ə. X-i tapmaq üçün 5-i bölürük 12-də 1-ə. Yəni 5-i vururuq 12-yə. X bərabərdir 60. Deməli, bizim bucaqlarımızdan biri 60 dərəcədir. O birisini tapmaq lazımdırsa, 180-dən 60-ı çıxırıq, digəri 120 dərəcədir. Doğru cavab fərqi soruşur bizdən. Fərqi soruşursa, onda bucaqların fərqi 120 çıxılsın 60, doğru cavab 60. 73-cü sual. Şərtdə deyir ki, zalda oğlanların sayı qızların sayının 3də 2-sidir. Əvvəl adı çəkilən sürəti, sonra adı çəkilən məxrəci göstərir. Oğlanlar 2 hissədir və yaxud 2x-dir. Qızlar 3 hissədir və yaxud 3x-dir. Onda zaldakı bütün uşaqlar 2x üstə gəl 3x bərabərdir 5x-dir. İkinci cümlə. Oğlanların 10% məktəblidir. Oğlanların 10% məktəblidir. Onda məktəbli oğlanlar 2x-in 10%-idir. Bu da eləyir 0,2x. Məktəbli olmayan oğlanları tapmaq üçün x-dan, bütövdən çıxarıq məktəbliləri. Bütün oğlanlardan məktəbli oğlanları çıxsaq, tapacam məktəbli olmayan oğlanları. Məktəbli olmayan oğlanlar 1,8-dir. Bu məktəbli olmayan oğlanlar. Məktəbli olmayan. İndi bizdən nə soruşur? Deyir ki, məktəbli olmayan oğlanlar. Birinci adı çəkilən sürətə. Uşaqlarda 5x-dir. Məxrəcə neçə faizidir deyirsə, vur 100. Məktəbli olmayan oğlanlar 1,8x-dir.
Bütün uşaqlar 5x-dir. Faizlə ifadə eləmək üçün 100-ə vururuq. X-lar ixtisar gedir. 100-ü 5-ə bölürük 20. 1,8-i 20-yə vururuq. 36. Doğru cavab 36. 74-cü sualda hovuz var. Hovuzun ölçüləri verilib. Hovuzun oturacağına və divarlarına kafel verilir. Oturacaq deyirsə biz oturacağın sahəsini tapmalıyıq. En vur uzunluq. Divar deyirsə yan səthinin sahəsini tapmalıyıq. O da 2 hündürlük vurulsun en üstəgəl uzunluq. Hər ki paralelipipedin kafel vurulacaq hissəsinin sahəsini tapmalıyıq. En 6 metrdir. Uzunluq 10 metrdir. Üstəgəl 2 vurulsun, hündürlük 2 metrdir. En və uzunluqda bayaq dedik ki 6 və 10-dur. Hesablayaq. Burada vurmalıyıq. 6 vur 10, 60. Üstəgəl 4 vur 16, 64. Deməli 124. Ölçü vahidi burada metr kvadrat olacaq. Çünki biz bayaqdan metrləri bildirdik. 124 kvadrat metr sahəyə kafel vurulmalıdır. İndi bir kafelin sahəsində. Bir kafelin sahəsi bərabərdir. Tərəfi verilib 5 desimetr. 5 desimetr vurulsun 5 desimetr. O da bərabərdir 25 desimetr kvadrat. Vahidləri eyniləşdirmək üçün 25 kvadrat desimetr bölək 100-ə olsun 0,25 kvadrat. İndi biz bilmək istəyirik ki, 124 kvadrat metr sahəyə neçə dənə hər biri 0,25 kvadrat metr olan kafeli yerləşdirmək olur. Yəni, kafellərin sayını tapmalıyıq. Böyük sahəni kiçik sahəyə bölməliyik. Böyük sahə 124 bölünsün, kiçik sahə 0,25. Ədədi 0,25-ə bölmək, bu ədədi 4-ə vurmaq. Vururuq 4-ə 576 kafel. Yetmiş 5-ci sualda deyir ki, kubun tilini 2 dəfə artırsa. Deməli, burada söhbət gedir yan səthinin sahəsindən. Kubun tilini 2 dəfə artırsa, yan səthinin sahəsi düsturu 4a kvadratdır. Artarkən və ya azalarkən qarşısındakı ədəd rol oynamır. Bu ədədi silirik. Niyə? Çünki az da olsa hesablayıb 4-ə vuracağıq, çox da olsa hesablayıb 4-ə vuracağıq. Artıb azalmağa qarşısında 4 təsir eləmir. Onda kubun tilini 2 dəfə yan səthinin sahəsi 2-nin kvadratı 4 dəfə artır. Deməli, 1-ə A uyğun gəlir. A-nı sildik. Bir də həcm. Həcm düsturu A-nın kubudur. Əgər A 2 dəfə artsa, A-nın kubu 2-nin kubu 8 dəfə artar. 1-ə həm də C uyğun gəlir. Eni də buradan sildik. C 2-yə. Bir də kubun tilini 5 dəfə artırsaq. Kubun tilini 5 dəfə artırsaq, tam səthinin sahəsi 6a kvadratdır. Bayaq dedik ki, artıb azalmaqda qarşısında vuruğun rolu yox. Az da vururum, çox da olsun. Bu vuruğu silirik. Til 5 dəfə artıbsa, onda a-nın kvadratı 5-in kvadratı 25 dəfə artar. 2-yə uyğun gəlir y. Y-ni buradan silik. Baxaq 3-ə. 3-də kubun tilini 3 dəfə artırsaq, tam səthinin sahəsi, yəni 6a kvadrat, 6-nı buradan silirik, a-nın yerinə 3 yazırıq, 3-ün kvadratı dəfə artar. Yəni 3-ə uyğun gəlir b, b-ni buradan silirik. Bir də yan səthinin sahəsi də 4a kvadrat, yenə 4-ə baxmırıq. A-nın yerinə 3 yazırıq. 3-ün kvadratı, tam səthinin sahəsi də 9 dəfə artır. Deməli, bu tip misallarda neçə dəfə artıb azaldığını tapmaq üçün bu yazırıq. Qarşısındakı ədədlərin artıb azalmaqda rolu yoxdur. Onları silirik. Dəyişənin yerinə şərtdəki ədəd qoyuruq. 1-ə AC, 2-yə Y, 3-ə BD uyğun. Bu cavab 1AC, 2Y, 3BD.